Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Əməkdar artist Dilarə Əliyeva şəxsi həyatla bağlı maraqlı açıqlamalar verib. Xəbər verilir ki, aktrisa iki başlı proqramında heç vaxt avtomobil idarə etmədiyini deyib. O, sürücü ilə hərəkət etməyi sevdiyini bildirib. Ömrümdə maşın sürməmişəm, sürə də bilmirəm. Bir dəfə filmdə Fərdə Xudaverdiyev və Nicat Rəhimovla çəkiliş zamanı maşın sürdüyüm səhnə var idi. Maşın gedirdi, qarşıdan da avtomobillər gəlirdi. Maşının sahibinin rəngi ağardı. Fərdə tez əlini atdı. Həm qorxuram, həm də mənə maraqlı deyil. Xidməti sevirəm. Burada saxlamaq olmaz. Orada düş, hündürdabanla gəl, o tərəfə get. Nəyimə lazımdır? Aktrisa ev işlərinə çox vaxt ayırmadığını da qeyd edib. O, uzun müddətdir mətbəxə girmədiyini və alış-veriş etmədiyini söyləyib. Çoxdandır mətbəxə girmirəm, vaxtım yoxdur. İnanın ki, saçımı daramağa belə vaxt tapmıram. Ancaq salonda saçımı fənlətdirirəm. Bazarlıq da etmirəm. Sürücümüz var, bütün hər şeyi o alır. Artıq 20 ildən çoxdur bazarlığı edir.